Bu arada burada iki tane şərh var, mənim diqqətimi çəkdi. Buyur. Pərvin adlı izləyicimiz yazıb ki, plan deyəndəki pulla. Yox əzizim, Sabahın Dambraskasa verdiyi puldan mənim xəbərim yoxdur. Amma əminəm ki, Dambraskas istədiyi yerdə bu pulu qazana bilər. Həmin orada bir problem yoxdur. Bir də üzr istəyirəm. Buyur. Xana olan sözü unutma. Buyur. Burada bir az kiril hərflərindən yazılıb. Mən bu hərflərini oxuyabilirəm. Rəqəmləri falan. Bəli. 7, 8, nəysə. Sabah əgər planlama komandasıdırsa, yazıb alacaq izləyici. Niyə masasızdan köçüb ən azı biraz Real Nağeyev adlı izləyicimiz ən azı biraz azarkeş gəlirdi. Orada yəqin ki, ora uyğun da bir planları var onların. Yəni mən inanmıram ki, masajları tərk edib Mərdəkana geçsinlər və belə deyək də 100 nəfər oynasınlar. Təbii ki, o işin içində əsas prioritetlərdən biri odur ki, Sabah komandası Şuvalanda məskunlaşıb, Azal Arenada keçmiş adı ilə. Oranı stadionu yaxşı təmir olunub, otel təmir olunub, komanda klub olaraq orada bazalaşma gedir, orada məskunlaşır, orada qidalanır. Böyük ehtimal ki, oyunlarının da yaxın olması baxımından komanda oranı seçib. Mən də əslində seçimi doğru qəbul etmədim. Düşünürəm ki, Masazırda haradasa bir ənənə tədricən formalaşırdı. Qədim Bakı kəndlərdən biridir. Amma belə bir şey də var. Mərdəkanda xanımla yaşayan insan sayısı heç də az deyil və ətraf rayonlar, ətraf kəndlər daha doğrusu bina olsun, nə bilim, qala olsun. Amma dəvət etmək çox çətindir də. Yox, söhbət edən gedir. Ola bilsin ki, Sabahın gələcəklə bağlı orada uşaq futboluna dair də bir planları var və məhz bu planlarda o uşaq futboluna artıq oradakı insanları da futbola cəlb etmək üçün məncə 100% onların bir planları var. Yəni birdən-birə 12 milyon manat verib oranı almaq, yəni bu elə belə bir plan deyil.